Var fe'li bağlama şəkilçisi, bir də ki, keçmiş zaman şəkilçisi, ıb şəkilçisi. Bunu necə tapırıq? Əgər ıbı araq şəkilçisi ilə əvəz edə biliriksə, araq şəkilçisi ilə əvəz olunursa, olur fe'li bağlama. Məsələn, deyirəm ki, dərslərini yazıb həyətə düşdü. Dərslərini yazaraq həyətə düşdü. Gördüyünüz rahat şəkildə araqdan əvəz edə bildimi? Dərslərini yazaraq həyətə düşdü. Yox, əgər ıb şəkilçisini araq şəkilçisi ilə əvəz edə bilmirsinizsə, onda olacaq nə? Keçmiş zaman. Bir də qoşa AA şəkilçisi var ki, bunu həmişə belə deyim də, dəyişik salırlar zərfdən. AA. Deyir üzü üstə. Aydı. Hə, Nurla. Aha. Aha. Yaxşı. Yaxşı. Mən Nurla dərsdəyim hələ də. İndi də dərsdəyim, hə, valla. Sən at, mən Məhəmmədə də atım, əgər uyğun olarsa deyərəm, danışsın, yaxşı oldu. Hə, AA şəkilçisini bəzən zərfdən, bir də fe'li bağlama ilə qarışdırırlar. Əslində heç AA şəkilçisi deyil, orada sadəcə gözə görünən AA-dır. Və məsələn, deyirəm ki, qız sevinə danışırdı. Bir də deyirəm ki, qız asta danışırdı. Bax, ikisinə də sual veririk. Qız necə danışırdı? Sevinə danışırdı. Qız necə danışırdı? Asta danışırdı. Hə, yaxşı, ikisinə də necə sualını verdim? Belə baxanda ikisində AA şəkilçisi. Amma əslində burada yoxdur. Prosta AA gözümə görünür. Necə? Yenə araqdan əvəz edirəm. Qız sevinərək danışırdı. Deyə bilirəmmi? Sevinərək, araq ərəkdən əvəz edirəm. Bu olacaq fe'li bağlama, araq ərək, sevinərək danışırdı. Amma yox, asta danışırdı, astaraq danışırdı demirəm axı. Onda olacaq nə? Zərf. Aydın oldu. Bəli, mənim. Bunun da yazsınız. Testin hakkında bir baxın. Bir altıncı dərs keçməyə